Cəmiyyətdə belə bir düşüncə var ki, şəkər xəstəliyi sadəcə çox şirniyyat yeyəndə yaranır. Şəkərli diabeti tam sağaltdım deyənlər kimlərdir? Biz onlara inanmalıyıqmı? Doktor, məndə səhər 200 idi, amma axşam 100 idi. Bunun ortası istər-istəməz yaxşı çıxacaq. Bu hal özü belə orqanların zədələnməsinə gətirib çıxaracaq. Şəkərli diabet xəstələri necə bir həyat tərzi sürə bilərlər ki, məhz digər orqanlar zədələnməsin? Misal üçün, bir valideyndə diabetin olmağı 50%, iki valideyndə diabetin olmağı isə 90% uşaq üçün risk faktorudur şəkərli diabetin üzdə çıxması üçün. Valideynlərdən lap olsun hər ikisi şəkərli diabet xəstəsi, amma övlad özünü necə qoruya bilər ki, o xəstəlikdən tamamilə uzaq qaçsın? Yəni belə bir şey mümkündürmü? Yoxsa %100 çıxacaq? Deyirlər ki, mən heç bir şeydən şübhələnmirdim, sadəcə analizdə çıxdı ki, mən şəkərli diabetəm. Ümumiyyətlə bu gizli şəkər hansı testlərlə üzə çıxarılır və bu niyə simptomsuz özünü biruzə verir? İki şəxsi müqayisə eləyək, ikisində də piyələnmə var, amma birində diabet var, birində yoxdur. Çalışmalıyıq ki, səhər yeməyimizi imkan olduqca daha gec saatlarda başlayaq. Misal üçün 11-də. Yəni bu zamandan sonra insulin daha rahat işləməyə başlayır. Qorxdu şəkər oldu və ya da həyəcanlandı şəkər oldu. Yəni həqiqətən qorxu şəkərə səbəb ola bilirmi? Şəkərli diabet xəstəlik deyil, həyat tərzidir. Salam. Sağlıq saatına baxırsınızsa saata baxmaya ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitməz. Biz də bu zamana sizin sağlamlığınız fonunda dəyər qatırıq. Sağlıq saatının bugünkü qonağı həkim endokrinoloq Hülya Abbasovadır. Salam Hülya xanım, necəsiz? Salam, xoş gördük. Necə gedir işləriniz? Yaxşı, şükür, sağ olun. Dəvətimi qəbul edib gəldiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm. Dəvət üçün təşəkkür. Bugünkü mövzumuz şəkərli diabet xəstəliyidir. İlk olaraq soruşmaq istərdim ki, niyə şəkərli diabet məhz Azərbaycanda məsələn, Azərbaycan, Türkiyə bu yaxın coğrafiyalarda daha çox yayılıb, amma mən şəxsən rast gəlmirəm ki, məsələn, Avropa ölkələrində, daha inkişaf etmiş ölkələrdə, əsasən də dediyim kimi Avropa ölkələrində bu şəkərli diabet xəstəliyi daha az rast gəlinir. Ümumiyyətlə, dünya üzərindən baxsaq, şəkərli diabet həqiqətən hal-hazırda bütün dünyada geniş yayılmış bir xəstəlikdir. Hazırda dünyada 589 milyon insan şəkərli diabetdən əziyyət çəkir. Təbii ki, bəlkə bu rəqəmlər daha yüksəkdir, ancaq bu qeydiyyatda olan bizim pasiyentlərimizdir. Qaldı ki, Azərbaycanda əhalinin 5,6% şəkərli diabetlə qeydiyyatdadır. Belə ki, Asiya mətbəq, Asiya üzərindən götürək, yəni həqiqətən Asiyada daha çox diabet geniş yayılıb. Bunun da səbəbi ilk növbədə qidalanmadır. Yəni bildiyimiz kimi, xüsusən həm Azərbaycan mətbəxdir, həm Türk mətbəxdir, zəngin olan bir mətbəxdir və bu da təbii ki, qidalanmanın düzgün olması şəkərli diabetin yaranması üçün əlverişli mühit yaradır. Eyni zamanda son illərdə fiziki aktivliyin azalması, yəni daha çox texnologiyanın inkişafı ilə bağlı olaraq, həmçinin yuxu düzəninin normal olması, stres faktorunun dünyada ümumiyyətlə yüksək olması, bütün bunlar yəni şəkərli diabetin daha geniş yayılmasına gətirib çıxar. Amma total götürəndə Asiyada daha ön plandadır. Məsələn, mən araşdıranda dünyada hal-hazırda bir var faiz etibarilə, bir də var əhali sayının, yəni daha çox şəkərli diabet xəstəsi olan ölkələr. Normal olaraq birinci, ikinci yerlərdə Çin, Hindistan çıxır. Bu da normaldır, çünki dünyanın ən çox əhalisi məhz bu ölkələrdə cəmləşir. Amma ki, faiz etibari ilə baxdıqda isə daha çox bizim bu yaxın şərq və Azərbaycan kimi ölkələr və əlavə olaraq da Avstraliyanın bəzi adalarında faiz etibari ilə daha çox yayılıb. Bunu belə başa düşdüm ki, daha çox qidalanma buna öz təsirini göstərir. Çünki Avropa cəmiyyəti məncə daha belə az yağlı qidalar istifadə edir, daha şəkər az meyillidir deyədirmi bu? Belə deyək, məsələn, ümumiyyətlə, yəni özümüz də müşahidə etdiyimiz kimi Avropa mətbəxində karbohidratlı qidalara, misal üçün çörəyə daha az yer verilir. Eyni zamanda düşünürəm ki, Avropa əhalisi bizim əhalidən fərqli olaraq daha çox fiziki aktivliyə üstünlük verir. Yəni bütün bu faktorlar müqayisə etdikdə Azərbaycanda istər qardaş Türk ölkələrində diabetin daha geniş yayılmasına gətirib çıxarır. Cəmiyyətdə belə bir düşüncə var ki, şəkər xəstəliyi sadəcə çox şirniyyat yeyəndə yaranır. Bəs ümumiyyətlə bu düşüncə nə dərəcədə doğrudur və həmçinin piyələnməsi olub da şəkəri daha çox istifadə etməyən insanlarda şəkər səssiz olaraq inkişaf eləyə bilərmi? Yəni belə bir deyim var da, səssiz şəkərli diabet xəstəliyi və bildiyim qədərilə insulin dirəncinin artması, fiziki aktivliyin azlığı və piyələnmə də şəkər xəstəliyinə səbəb ola bilir. Suala geri qayıtsaq, ümumi olaraq şəkər xəstəliyi sadəcə
aşırı şəkər istifadəsindənmi yaranır? Şəkərli diabet birbaşa şəkərli qidalar qəbul etməklə yaranmaz. Amma dolayı yolla çoxlu miqdarda şəkərli qidaların, içkilərin qəbul olunması artıq çəkiyə, piyələnməyə gətirib çıxarır ki, bildiyimiz kimi piyələnmə də şəkərli diabet üçün ilkin risk faktorlarından biridir. Bir növ az öncə qeyd etdiyimiz səssiz risk faktorlarından biridir. Eyni zamanda piyələnmə zamanı nə baş verir, o haqqda biraz açıb danışaq. Belə ki, piyələnmə zamanı qaraciyərin və əzələ toxumasının pi təbəqəsinin artması nəticəsində insülin dirənci ortaya çıxır. Yəni insülin dirənci nədir? Ümumiyyətlə bildiyimiz kimi insülin hormonu mədə-altı vəziyyədə ifraz olunan bir hormondur və onun funksiyası şəkəri hüceyrələrdə enerji kimi istifadə etməyi qaraciyərdə depolamaqdan ibarətdir. Ancaq bizim bədən çəkimiz artdıqda bu zaman qaraciyər və əzələ toxuması piyələndiyi üçün bir növ sanki baryer əmələ gəlir. Və nəticədə normal miqdarda ifraz olunan insülin, normada bir vahid insülin 30 qram şəkəri neytrallaşdırır və nəticədə bu bir vahid kifayət etmir və 30 qram şəkəri neytrallaşdırmaq üçün daha çox insülin ifrazını istəyir. Və beləliklə tədricən 2 qram, 2 vahid, 3 vahid, 5 vahid və belə insülin ifrazı artır. Bu isə insülin direncinin əmələ gəlməsinə səbəb olur. Yəni insülin direnci anlayışı buradan ortaya çıxır ki, insülin miqdarı çoxdur, amma işini yaxşı görə bilmir. Və nəticədə bir müddətdən sonra artıq artmış insülin belə həmin funksiyanı icra edə bilmir. Nəticədə qan şəkərlərinin pozulmasına gətirib çıxardır. Bu, birinci şəkər diabetin yaranmasında əsas risk faktorlardan biridir. Təbii ki, ikinci bir məsələ. Bir çox pasientlər bizə sual verir ki, doktor, iki şəxsi müqayisə eləyək, ikisində də piyələnmə var, amma birində diabet var, birində yoxdur. Burada ikinci səssiz amil olan irsiyyət ortaya çıxır. Yəni irsiyyətə bağlı olaraq həmin digər şəxslərdən biri diabetə meyilli olur. Misal üçün, bir valideyndə diabetin olmağı 50%, iki valideyndə diabetin olmağı isə 90% uşaq üçün risk faktorudur şəkərli diabetin üzdə çıxması üçün. Növbəti səssiz amillərdən fiziki aktivliyin az olması bugünkü gündə. Digər səssiz amillərdən biri yuxu rejiminin normal olmaması, stres faktorunun yüksək olması. Bunlara da biraz aydınlıq gətirsək, misal üçün, normal saatda yatmamaq. Bizim bir sıra hormonlarımız var ki, melatonin olsun, leptin olsun, bunlar yuxu vaxtı normal şəkildə ifraz olunur. Amma biz gecə yatdıqda bu hormonların ifrazında bir pozğunluq əmələ gəlir ki, bu isə bizim çəkimizin artmasına gətirib çıxardır. Eyni zamanda burada bir şey demək istəyirəm. Məsələn, bir cəmiyyətdə belə bir düşüncə var ki, məsələn, qorxdu, şəkər oldu və ya da həyəcanlandı, şəkər oldu. Yəni həqiqətən qorxu şəkərə səbəb ola bilirmi? Bəli, ola bilər. Nə mənada? Təbii ki, qeyd etdiyim kimi digər faktorlarda olur. Genetik yatkınlıq və yaxud artıq çəkisi olur, amma ona cüzi bir stres lazımdır ki, üzə çıxsın. Çünki stres hormonu bildiyimiz kimi kortizol hormonudur. Bu kortizol hormonu insülin işinə mane olan bir hormondur. Ona görə biz ona kontrainsülyər hormon deyilir, başqa adla desək. Yəni kortizol nə qədər qanda yüksək olsa, insülin bir o qədər zəif işləyir. Və nəticədə daim kortizolu yüksək səviyyələrdə olan insanlarda bir insülin direncinin əmələ gəlməsinə səbəb olur ki, bu isə təbii ki, şəkərli diabetin yaranmasını gətirib çıxardır. Hətta bizim bir sıra endokrin xəstəliklərimiz var, məsələn, Cushing sindromu. Burada bildiyimiz kimi müəyyən səbəblərə bağlı daima kortizol yüksək olur və bu şəxslərdə heç genetik yatkınlığı olmasa da, artıq çəki olmasa da yenə də şəkərli diabet ortaya çıxır. Yəni ona görə də həqiqətən bu qorxduqda və yaxud çox uzun müddət stresə məruz qalma diabetin ortaya çıxmasına gətirib çıxara bilər. Bir də insanlarda ən çox maraq doğuran məsələ, ümumiyyətlə bəzi insanlar var ki, məsələn, gedirlər, sadəcə analiz verdikdə, şəkərli diabetlə bağlı olan analizlər verdikdə nəticələr anormal çıxır, amma öncədən heç bir simptom yaşamadıqlarını bildirirlər. Yəni deyirlər ki, mən heç bir şeydən şübhələnmirdim, sadəcə analizdə çıxdı ki, mən şəkərli diabetəm. Ümumiyyətlə bu gizli şəkər hansı testlərlə üzə çıxarılır və bu niyə simptomsuz özünü biruzə verir? İlk növbədə prediabet nədir, ona baxaq. Prediabet qan şəkərlərinin səviyyələrinin pozulduğu, ancaq şəkərli diabet diaqnozu qoyacaq səviyyədə yüksək olmadığı bir dövrdür. Yəni qan şəkərimiz pozulub, amma şəkərli diabet deyil. Bunu İlk öncə baxaq ki, normada insan qan şəkəri nə qədər olmalıdır? Normada hər birimizin səhər aclıq qan şəkəri 100 mg desilitrindən götürsək, 100 mg desilitrin altında olmalıdır. Amma bəzən yoxlamalarda çıxır ki, səhər ac qan şəkəri 110 olur, 120 olur. Yəni 126 mg-a qədər, desilitrə qədər bu artıq gizli şəkərin dəyərlərinə uyğun gəlir. Eyni zamanda bizim bir sıra digər analizimiz var ki, pasientlərin çoxu da bunu bilir. 3 aylıq şəkər anlayışı. Burada artıq çoxlu şəkərlər də özünü göstərir ki, bu da normada insanda 500
5.7% qədər olmadırsa, bu kimi şəxslərdə 5.7-6.4% arasında olur. Amma 6.5% üzərində olarsa, bu artıq aşkar şəkərli diabetdir. Yəni bu rəqəmlər bizdə prediabetə uyğun gəlir. Bəs nə üçün buna gizli şəkər deyirlər? Yəni el arasında desək, çünki çoxu zaman pasientlərdə bu dövrdə şikayət olmur. Yəni heç bir simptom olmur, şikayət olmur və nəticədə bu dövr gözdən qaçmış olur. Təbii ki, burada bu bizim çox dediyimiz check-up müayinələrinin çox böyük əhəmiyyəti var ki, bu periodda biz əgər şəkərli diabeti aşkarlasaq, hətta bunu tamamilə geri qaytara bilərik. Amma aşkarlamasaq, prediabetin 5 il ərzində aşkar diabeti keçmə faizi 30-50%-ə bərabərdir. Yəni gizli şəkər müalicə oluna bilir, sağala bilir, yenidən geri qaytarıla bilir. Yəni sırf prediabet dövrünə, gizli şəkər dövründə aşkarlasaq, bunu biz tamamilə istər pəhriz, fizik aktivlik, istər də dərman müalicəsindən geriyə qaytara bilirik. Bəs niyə bədən buna özü bir siqnal vermir ki, yəni heç bir simptom olmur? Bir qrup insanların hormonal sistemi, sinir sistemi qan şəkərlərinin cüzi dəyişmələrinə belə reaksiya verir. Amma bir qrup insanlarda isə bu sırf sinir tənzimlənməsi ilə bağlı olan bir şeydir. Və yaxud belə bir yanlışlıqlar da olur. Pasient daim aktiv həyat tərzindədir, qidalanması da yaxşıdır. Sadəcə genetik yatqınlıq və ya başqa səbəblərdən artıq onun qan şəkərləri pozulur. Ancaq daim aktiv hərəkət olduğu üçün onu orqanizm neytrallaşdıra bilir və bu dövrdə onda heç bir simptom, şikayət olmur. Və yaxud üçüncü bir səbəb fərqindəliyin olmaması. Əslində onda şikayət var. Sadəcə o bilmir ki, bu prediabetə uyğun olan bir şikayətdir. Əgər mən fit və aktiv biriyəmsə, necə şəkərim yüksək ola bilər? Bu cümləni çox ehtimal ki, pasientlərimizdən eşitmisiniz. Ümumiyyətlə, bu aktiv həyat tərzi, idmanla şəkərli diabet arasında olan əlaqədən danışmaq istərdim ki, bu sualda. Ümumiyyətlə, yəni bu aktiv həyat tərzi və idmanla məşğul olan bir şəxsdə şəkər çıxma ehtimalı nə qədərdir? Bəzən də bəzi insanlar deyirlər ki, mən idmana başladım, aktiv həyat tərzi sürdüm, şəkərim daha da yüksəldi. Bu necə mümkündür? Ümumiyyətlə, həqiqətən fiziki aktivliyi daimi olan, qidalanması düzgün insanlarda daha az rast gəlir şəkərli diabet. Bunun səbəbi də həmin o ki, biz bilirik ki, şəkər diabetinin ən geniş, bu tip 2 diabetdən söhbət gedir. Ən geniş səbəbi nədir? Piyələnmədir. Təbii ki, piyələnmə olmadığı halda şəkərli diabet ehtimalımız da çox aşağı düşəcək. Ancaq, məsələn, bir qrup şəkərli diabetin növləri var ki, sırf bu çəki ilə bağlı deyil, digər səbəblərlə bağlıdır. Məsələn, bizim modi diabet dediyimiz diabet tipləri var ki, bu zaman artıq çəki olmur, insulin dirənci olmur, amma yenə də şəkərli diabet ortaya çıxır. Bu, daha çox irsiyyətlə bağlı bir diabet formasıdır. Bu insanları bir araşdırsaq, idmanla məşğul olur, qidalanması normaldır, amma şəkərli diabeti var. Sırf bunun səbəbi genetika ilə bağlıdır. Araşdırsaq, onun bir iləri 3 nəslində demək olar ki, bir çox insanda diabet var. Yəni, bu digər diabet növlərindən fərqlənir. Və LADA diabet dediyimiz bir növ var ki, bu 30 yaşından sonra yetişkinlərdə ortaya çıxan tip 1 diabetdir. İlk öncə ona tip 1 diabet Düzdür, bugünkü mövzumuz daha çox tip 2 diabet üzərindən gedir. Amma tip 1 diabet mütləq insulin çatışmasına bağlı daha çox uşaq yaşlarında rast gəlinən olan diabet növüdür. Amma bunun 30 yaşında ortaya çıxan formasına biz LADA diabet deyirik ki, bunun da artıq çəki və yaxud başqa bir risk faktoruna əlaqəsi yoxdur. Bu tip diabet də siz qeyd etdiyiniz idmanla məşğul olan pasientlərdə ortaya çıxa bilər. Burada bir sual vermək istərdim ki, deyək ki, şəkərli diabet, onsuz da çox adam bu frazdan istifadə edir ki, şəkərli diabet genetik xəstəlikdir, yəni genetikaya daha çox bağlıdır. Ümumiyyətlə, sual vermək istərdim ki, bəs başa düşdük. Deyək ki, ata və yaxud da anadan biri və ya hər ikisi, bayaq qeyd etdiniz ki, məsələn, valideynlərdən ikisindən birində şəkərli diabet xəstəliyi varsa, bunun övladda çıxma ehtimalı 50%, amma hər ikisində varsa 90%-ə qədər hətta ehtimal var ki, artıq övladda həmçinin gələcək hansısa bir yaşda şəkərli diabet xəstəliyinə düçar olacaq. Hal-hazırda indiyə qədər olan araşdırmalar, elmi araşdırmalar nəticəsində, yəni bu suala cavab tapılıbdır ki, məsələn, valideynlərdən lap olsun hər ikisi şəkərli diabet xəstəsi, amma övlad özünü necə qoruya bilər ki, o xəstəlikdən tamamilə uzaq qaçsın? Yəni belə bir şey mümkündürmü, yoxsa %100 çıxacaq? Az öncə qeyd etdiyiniz hansı ki, aktiv idmanla məşğul olsa və artıq çəkisi olmasa, stressdən uzaq dursa, düzgün həyat tərzi olsa, bax bu tip pasientlərdə diabet ortaya çıxmaya bilər. Valideyndə olsa belə çıxmaya bilər. Amma mənim az öncə sadaladığım bunları elədiyi halda diabeti ortaya çıxanlardır. Hansı ki, modidir, LADAdır. Yəni, burada çünki mexanizmalar tamamilə fərqlidir. Dünyada ən çox yayılmış olan şəkərli diabetin növü olan tip 2, yəni əsas bildiyimiz şəkərli diabet xəstəliyinin əsas səbəblərindən biri olan piyələnmə, ümumiyyətlə, neçə yaşdan piyələnmə başlayır və neçə yaşda artıq piyələnmənin qarşısını almaq mümkün deyil?
Və ümumiyyətlə sizin məsələn pasientlərinizdən, hal-hazırdakı təcrübəmizdən dolayı insanlar daha çox hansı yaş aralığında məhz şəkərli diabet xəstəliyi tuturlar? Qeyd etsək, bu tip 2 diabet daha çox 45 yaşın üzərində ortaya çıxan bir diabet növüdür. Ona görə biz şəkərli diabetin hansı pasiyentdə ola bilməməyəcəyi üçün risk dəyərləndirməsi etdikdə əsasən 45 yaşındakı üstündəki pasiyentləri nəzərdə tuturuq. Daha çox bu yaşda rast gəlinir. Qaldı ki, piyələnmə məsələsi hər yaşda ola bilər. Sadəcə ümumi orqanizmanı götürsək ki, metabolizm 30 yaşından sonra zəifləməyə başlayır və ona görə də daha çox 30 yaşından sonraki yaşlarda rast gəlirik. Amma bu dəqiqə bizim uşaqlarda var ki, əsasən tip 2 diabet uşaqlarda olmaz. Amma obezlik o qədər geniş yayılıb ki, biz hətta uşaqlarda belə tip 2 diabetə rast gəlirik. Bəs məsələn bu idman mövzusunda bəzi insanlar var ki, deyirlər ki, mən getdim idmana yazıldım. Nə bilim, müəyyən bir fitness hərəkətləri falan filan, amma deyək ki, ondan sonra şəkər səviyyəsi daha da artdı. Bu şəkərli diabet xəstələrindən söhbət gedir. Bəli, bəs bu necə mümkündür yəni? Belə ki, ümumiyyətlə şəkərli diabet zamanı idmanı da düzgün seçmək lazımdır. Əgər daha ağır idman növləri seçiriksə, misal üçün ağırlıq qaldırma, qaçma, bu zaman bədənin stres hormonları artır. Bildiyimiz kimi az öncə də qeyd etdik ki, stres hormonları kortizol və adrenalindir və bunlar da nə edir? Şəkəri qaldırır. Yəni burada bir uyğunsuzluq ortaya çıxır. Xüsusən az öncə tip 1, tip 2 diabetdən danışdıq. Tip 1 diabet xəstələrində onsuz da insulin azdır və normada mexanizmi necə olur? Biz aktiv idmanla məşğul olanda, çox sürətli idmanla əzələ daha çox qlükoza istəyir və bunun üçün də artıq qaraciyər daha çox qana qlükoza verir ki, bunun öhdəsindən gələ bilsin, amma insulin yoxdur. Və yaxud insulin direnci var, insulin yaxşı işləyə bilmir. Nə olacaq? Və nəticədə qanda şəkər miqdarı daha çox artacaq. Ona görə bu tip biz ümumiyyətlə diabet xəstələrinə daha çox tövsiyə edirik ki, yüngül idmanla məşğul olsunlar. Yəni normal, ən gözəl normal yürüyüşdür. Gün ərzində 40 dəqiqə, 30 dəqiqə normal yürüyüş bizim istədiyimiz pasiyentlər üçün olan bir idman növüdür, kifayət edir. Bir də ac qarnı idmanla məşğul olmaq. Yenə də ac qarnı idmanla məşğul olduqda həmin mexanizmə işə düşür. Yəni aclıq özü də zaten bədən üçün stressdir. Onsuz da səhər kortizol səviyyəsi ən yüksək səviyyəsində səhər saatlarında olur. Səhər 11-ə qədər kortizol qanda yüksək olur. Bu da insulin işinə mane olur. Yəni bu kimi faktorlarda yenə həmin pasiyentlərin şəkərin artmasına gətirib çıxardır. Bizim tövsiyə etdiyimiz daha yüngül idman növləri və bir də yüngül heç olmasa bir səhər atışdırmalığından sonra idmanla məşğul olmaqdır. Şəkərli diabeti tam sağaltdım deyənlər kimlərdir? Biz onlara inanmalıyıqmı? Və həmçinin bu frazanın ümumiyyətlə arxasında dayanan səbəb nədir? Elmi əsaslı bərpadırmı, yoxsa qan şəkərinin gizli artımıdırmı və həmçinin elmdə remisiya nədir? Şəkərli diabet bildiyimiz kimi xroniki bir xəstəlikdir. Xroniki xəstəlik də əsasən tam sağalmır. Sadəcə simptomlar yoxa çıxır və yaxud şikayət olmur, qan dəyərləri normaya qayıdır və biz deyirik ki, pasiyent hal-hazırda remisiyadadır. Yəni remisiya sözü tam sağalma deyil, kontrol sadəcə xəstəliyin aktiv fazasının dayanması deməkdir. Bu da xroniki xəstəliklərdə işlədilən bir termindir. Yəni məsələn şəkər üçün deyə bilərik ki, şəkər diabet remissiyadadır. Bu nə deməkdir? Pasiyentin heç bir şikayəti yoxdur. Şəkər səviyyələri, qan şəkər səviyyələri normaldır, amma ki tam sağalma deyil. Remissiya aktivləşə bilərmi? Bəli. Əgər yenidən bir pasiyent tutaq ki, artıq çəkisi var idi, biz onu artıq çəkini aradan qaldırdıq, diabeti normallaşdı, remissiyaya girdi, amma yenidən o çəki geri qayıdarsa və yaxud başqa bir xəstəliyi keçirərsə, stres məruziyyetinə yenə məruz qalarsa, yenidən diabet üzə çıxa bilər. Ümumiyyətlə, sualın əvvəlində dedim, yəni belə bir hallarla qarşılaşırsınız ki, məsələn, həkimlər pasiyentlərinə deyir ki, sən şəkərli diabetdən tam sağaldın və yaxud da sizin yanınıza məsələn pasiyentlər gələndə heç bu sualı tez-tez verirlər ki, bəs ay doktor, biz nə vaxt ümumiyyətlə bu şəkərdən sağalacağıq? O zaman mənim öz izahım belə olur ki, məsələn aşkar şəkərdirsə, mən deyirəm ki, burada tam sağalmadan söhbət gedə bilmir, amma bizim məqsədimiz nədir? Şəkəri kontrol altında saxlayıb, onun orqanlara verən zədələmələri aradan qaldırmaq ki, yəni həyatımızı normal şəkildə başa vura bilək. Bu aşkar şəkər üçün. Amma hansı ki, az öncə qeyd etmişik, prediabeti tam geri qaytara bilərik. Baxın, o pasiyentlər rahatlıqla kənarda deyirlər ki, biz tam sağaldıq. Çünki hal-hazırda hər şey qaydasındadır. Sadəcə onu biz onlara bildiririk ki, yenidən baxmasan, yenidən fikir verməsən qidalanmana, aktiv həyat tərsin olmasa, artıq çəkin olsa, yenidən bu ortaya çıxa bilər. Şəkərli diabet özü ilə həmçinin ürək damar, böyrək və görmə problemlərində paket şəklində gətirir və
Ümumiyyətlə bu məsələyə aydınlıq gətirmək istərdim ki, bu domino effektini necə qırmaq olar? Şəkərli diabet xəstələri necə bir həyat tərzi sürə bilərlər ki, məhz digər orqanlar zədələnməsin? Bütün orqanların qan damarları ilə, yəni qan təchizatının olduğunu nəzərə alsaq və bu qanın şəkərlə zənginləşdiyini nəzərə alsaq, təbii ki, şəkərli diabetdə istənilən orqan zədələnə bilər. Yəni, ümumiyyətlə, dediyim kimi, onları təchiz edən qan damarları artıq şəkər olduğu üçün qanda. Qanın özüllüyü dəyişir, qanın daxili qişası, endotelin zədələnməsi baş verir. Həmçinin damarların divarları da səhv eləmirəmsə. Bəli. Endotel qan damarlarının daxili qişasıdır. Onların qalınlaşması baş verir və nəticədə həm orqana gedən qanın miqdarı azalır. Eyni zamanda dediyim kimi orada bir sıra proseslər var. Oksidativ stres, sərbəst radikallar çoxalır. Bunlar özü də bədən üçün lazımsız belə deyək ki, amillərdir. Bütün bunlar orqanların zədələnməsini gətirib çıxarır. Bunu necə aradan qaldıra bilərik? İlk növbədə biz bunları həqiqətən də kontrolsuz şəkər diabetdə rast gəlirik. Yəni şəkərləri, qan şəkərləri hədəfdə olmur. Buna aydınlıq gətirək ki, hədəfdə qan şəkəri nə deməkdir? Artıq bu şəkərli diabet xəstəsi əgər biz istəyiriksə ağırlaşmalar olmasın, istər həyat tərzi ilə, istər dərman müalicəsi ilə qan şəkər səviyyəsi daha çox biz bunu 3 aylıq dediyimiz glikohemoqlobinlə kontrol edirik ki, 7-7.5%-in altında qalmalıdır. Yəni belə olduğu müddətcə bizim demək olar ki, orqan və toxuma zədələnmələrə rast gəlmərik. Amma bir məsələ də var. Buna da aydınlıq gətirim. Bəzən pasiyent təkcə bu qan şəkərləri ilə, daha doğrusu glikohemoqlobin dediyim analizlə nəzarət edir ki, doktor, məndə hər şey əladır. Amma əslində glikohemoqlobin dediyimiz analiz ortalamadır. Son 3 ayın bir ortalamasıdır. Əgər bizdə bir dəfə 200 olursa, bir dəfə 100 olursa ortalama necə çıxacaq? 150. Ona görə burada self monitoringin, yəni özünün şəkər ölçmənin çox böyük əhəmiyyəti var. O normal olsa, ola bilər ki, pasiyent desin ki, doktor, məndə səhər 200 idi, amma axşam 100 idi. Bunun ortası istər-istəməz yaxşı çıxacaq. Bu hal özü belə orqanların zədələnməsinə gətirib çıxaracaq. Time in range deyilən bir anlayış var. Yəni hədəfdə qalan şəkər zamanı. Bu bizdə 24 saat ərzində normal olmalıdır ki, yenə də orqan toxumalar zədələnməsin. Yəni ola bilər ki, bu ifadədən sonra deyilir ki, doktor, məndə gliko 7 idi, ancaq ki gözüm zədələndi və yaxud böyrək nefropatiya əmələ gəldi. Bax, burada bu self monitoring çox önəmli bir nüansdır. Bəs hansı tövsiyələr verə bilərsiniz bu barədə? Tövsiyəm qeyd etdiyim kimi ilk növbədə şəkər kontrolda saxlamaq, istər həyat tərzi ilə, istər dərman müalicəsi ilə, eyni zamanda artıq bir diabet xəstəliyi kontrollara getmək. Biz çox rastlaşırıq. Yəni pasiyent artıq 5 ildir diabetdir. İl ərzində göz müayinəsindən keçmir, kardioloqlar müraciət etmir və yaxud böyrək haqqında məlumat almır. Burada bizim yanaşmamız necədir? Pasiyent ildə bir dəfə kardioloqa müraciət etməlidir. Eyni zamanda göz dibi müayinəsi deyilən müayinə üsulu var. O müayinədən keçməlidir. CD-də mikroalbumin deyilən bir yoxlama üsulumuz var ki, bu hətta daha erkən mərhələdə böyrək ağırlaşmasını aşkarlamağa imkan verir. Bu müayinələr həyata keçirilməlidir. 3-6 ayda glikohemoqlobin dediyimiz analizə baxmalıdır və təbii ki, ən başlıca müalicənin 50% həyat tərzidir. Həyat tərzi nədir? Düzgün qidalanma və fiziki aktivlik. Hal-hazırda bu düzgün qidalanma məsələsinə vurğu eləmək istəyirəm ki, ümumiyyətlə diabetiklər üçün qadağan olunmuş məhsullar siyahısı o qədər uzundur ki, İnsan lap depressiyaya düşür, hətta yaşamaq istəmir ki, yəni mən onu yeməyim, bu olmaz, bundan çox az olar. Ümumiyyətlə nə bilim, yəni adamlara həqiqətən çox həkimlər çox bir qadağalar qoyurlar ki, bəzi insanlar artıq xəstəliyin yarısında deyirlər ki, mənə lazım deyil, yəni mən bu həyata gəlmişəm ki, bu təamlardan dadım, bu nemətlərdən dadım, amma ki, bu xəstəliyi mənə qoymur, icazə vermir. Artıq bəsdir deyib, ürəkləri istədiyi kimi qidalanmağa başlayırlar. Ümumiyyətlə, bu qadağaları çox da belə sərtləşdirməmiş. Şəkərli diabet xəstələri necə qidalana bilərlər ki, məhz həmin o dediyiniz bu indekslər normal çıxsın, analizlər normal çıxsın və bundan sonraki yaşamlarında sırf bu problemə görə digər orqanlarda zədə görməsin. Depressiyaya da düşməsinlər. Çünki biz necə, məsələn, burada bir paradoks var da. Çünki insanlar, məsələn, qoymurlar da, demək olar, qadağan olunmuş siyahını uzun tuturlar. Adam bilmir nə etsin. Adam oturur depressiyada. Depressiyada nə edir? Adam stresini artırır. Nəticədə stres hormonu olan kortizol artır və kortizol da elə şəkərli diabetin başlıca səbəblərindən biridir. Bəs bu yazıq neynəsin? Həqiqətən belə deyək, bir çox insanın bugünkü gündə qidalanma, yəni yemək qəbulu motivasiyalardan biridir. Pasiyentə də biz kəskin qadağa qoyduqda siz demiş, depressiyaya düşə bilir və yaxud ümumiyyətlə heç nə eləməyəcəm, harda yaxşı ifadə olmasa da qırıldı və s. kimi ifadələr işlədir. Demək olar ki, biz endokrinoloqlar pəhrizi çox da kəskin tutmuruq. Yəni burada əsas nüans bəzi qidaların azaldılması, tamamilə azaldılması və qidalanma saatının düzgün olmasıdır.
Misal üçün biz az öncə danışdıq insülin dirəncindən və qeyd etdik ki, səhər saatlarında kortizol daha yüksək olur, insülin daha zəif işləyir. Bax buna bir son vaxtlarda da daha çox dəbdə olan bizim diyet növlərdən biri aralıqlı oruc dediyimiz diyet növləridir ki, burada sırf həmin vaxta diqqət etməklə biz daha rahat şəkildə digər saatlarda istədiyimiz hər şeyi yeyə bilirik. Bu, həmin bu hormonların mexanizmasına əsaslanır. Çalışmalıyıq ki, səhər yeməyimizi imkan olduqca daha geç saatlarda başlayaq. Misal üçün 11-də. Yəni, bu zamandan sonra insülin daha rahat işləməyə başlayır. Və ən əsas nüanslardan biri də səhər yeməyimizi şirniyyatla başlamamaqdır. Şirin çay olsun və yaxud bal olsun, mürəbbə olsun və s. Yaxşı olar ki, bunu bildiyimiz, yəni zülal tərkibi qidalarla, yumurta, pendir və s. və çörəyi də daha az, belə deyək, glikemik indeksli undan hazırlanmış çörəkdən seçməliyik. Ətdir, toyuqdur, tərəvəzdir, bunlarla bizim heç bir problemimiz yoxdur. Bunlardan hazırlanmış istənilən yeməyi bizim pasientlər qəbul edə bilir və yenə də saata gəlsək, sadəcə axşam saat 6 və 7-yə qədər. Çünki bu saatlardan sonra da artıq yenə də hormonlara bağlı olaraq axşam qəbul olunan qidalar səhər qan şəkər səviyyələrinin artmasına səbəb olur, artıq çəkiyə səbəb olur. Yəni bu metabolizmaya bağlı bir şeydir. Yəni bu nüanslara diqqət etmək lazımdır. Meyvədir, şəkəri qaldırdığı üçün daha az porsiyalarla qəbul olunmalıdır. Bəs meyvənin tərkibində olan şəkər təbii şəkər deyil, yəni fruktoza. Belə bir məsələ var ki, fruktoza daha sürətlə qan şəkərlərini qaldırır. Ona görə biz ona deyək ki, yəni yüksək glikemi indeksi olan qidalardan biri nədir? Meyvələrdir. Meyvəni həqiqətən porsiyalarla və yenə də düzgün zaman aralığında qəbul etmək lazımdır. Yəni ac qalmırıq. Yəni istədiyimiz hər şeyi yeyə bilərik. Amma ki, porsiyasına diqqət edirik, zamanına diqqət edirik və yaxşı olar ki, xüsusən axşam saatlı qidalanmadan sonra fiziki aktivlik eləyək. Yəni bu dediyimiz kimi qəbul etdiyimiz enerjiyi xərcləyək. Yəni bu nüanslara diqqət eləsək, inanın ki, bizim pasientlərimiz də hər bir şey yeməklə şəkərini kontrolda saxlaya bilər. Son olaraq Hülya doktor, istərdim ki, buradan şəkərli diabet xəstələrinə öz tövsiyələrinizi verərdiniz. İlk öncə onu demək istəyərdim ki, yəni şəkərli diabet olmaq həyatın sonu deyil. Yəni şəkərli diabetdə müalicənin 50% bizim özümüzdən asılı olan bir şeydir. Yəni ona görə biz deyirik ki, şəkərli diabet xəstəlik deyil, həyat tərzidir. Belə ki, qidalanmamıza fikir verməklə, fiziki aktivliklə məşğul olmaqla, müayinələrimizi vaxtında etməklə həyatımızı sağlam şəkildə yaşaya bilərik. Çox sağ olun Hülya doktor, gəldiniz və öz peşəkar olduğunuz bu endokrinoloji sahədə bir çox suala aydınlıq gətirdiniz. Dəvətimi qəbul edib gəldiyiniz üçün sizə bir daha təşəkkür bildirmək istəyirəm. Mən də təşəkkür bildirirəm dəvət üçün. İnşallah ki, maarifləndirici bir çıxış olmuşdur. Sağlıq Saatın bugünkü qonağı həkim endokrinoloq Hülya Abbasova oldu. Videonu bəyənməyi, dostlarınızla paylaşmağı və kanala abunə olmağı unutmayın. Sağlıq Saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.